Bəli. Necə hisslərdir gəlinli günlər? Çox Gəlinin gözəl, çayını çox içmisiniz? gözəl. Bəli, bəli. Gəlin çayı da içdim. Gəlinim də çox gözəldir, çox insanpərvərdir. Yəni cavan olmağına baxmayaraq elə ilk gəlişindən elə mənə ata deyir. Bu da mənə çox qürur verir ki, mənim gəlinim mənə. Çünki mənim qızım var. Allah hamının qız balalarını xoşbəxt eləsin. Amma qız da bir başqasının ocağına gedən insandır ki, o çıxıb gələsidir. Yəni nə vaxtsa o da bir başqa ocağa gedəcək. Amma mənim ocağıma gələn üzü mənim qızımdır. Mənim qızım sayılır. O da mənim yolumu saxlayır, çox mehribandır və sağ əlimdə başqa ataların başına olsun. Bəli. Demək ki, gəlinin çayını içmisiniz, yaxşı da qulluq eləyir. Hə, Kəmalə xanım, siz də hisslərinizi bölüşün bizimlə. Allah hamının balasını xoşbəxt eləsin. Amin inşallah. Amin. Biraz möhkəm daşın Kəmalə xanım. Amin inşallah. Məndən qorxur, ev yoxdur. Allah mübarək etsin. Tacir müəllimin toyu da möhtəşəm idi də. Bildiyiniz, yəni Vallahi. konsert. Allah bilirsiniz, möhtəşəm toyumuzun möhtəşəm keçməyi ora bizim dəvət etdiyimiz qonaqlardan asılı idi. Çünki illər uzunu kimisi həyatda pul yığmaqla məşğul olur, kimisi dost yığmaqla məşğul olur. Mən pul mənim üçün o qədər önəmli olmuyor. Mən hörmət qazanmışam, dost qazanmışam, yaxşı dostlarım var. Elə o toya gələnlər hamısı mənim dostlarımdır, mənim yolumu saxlayan insanlardır. Hansı ki, orada ağsaqqal dostlarım da vardı, şimdi məndən biraz yaşlıydılar, amma yenə mənim dostlarımdır. Çox sağ olsunlar, hamısına böyük təşəkkürümü bildirirəm ki, mənim məclisimin elə möhtəşəm keçməsi hamısı mənim dostlarımın mənə olan sədaqətləri idi ki, orada çox sağ olsunlar. Yüksək səviyyədə işləyib. Əlbəttə ki, o qonaqların arasında da elə siz varsınız. Var olun. Allah sizin də balalarınıza xoşbəxt gün göstərsin, nəvələrinizə xoşbəxt gün göstərsin. Tacir müəllim başda olacaq. Əlbəttə ki. Açılışı Tacir müəllim eləyəcək. Allah mübarək eləsin, gözü də olsa görəsiniz. Allah sizə hər zaman mehriban eləsin.